ama piyade yürüyüş davam edir. Bugün bir maraqlı mövzu haqqında danışmaq istəyirəm. Səhər sosial şəbəkələrdə bir dənə paylaşımdan rastlaşdım. Hansısa həkimin reseptini paylaşıb, bu təyinat insafsızlıqdır yazıb. Düzün deyim, mənə bir balaca bu mövzu haqqında danışmaq marağı yaratdı. Ona görə öz fikirlərimi demək istəyirəm. Yeriniz geri gəlmişkən sabahınız xeyir olsun, gününüz aydın olsun, işləriniz avanda olsun. Nərgiz xanım yenə piyada, Nərgiz xanım yenə xəstəxanəyə. Nəyi demək istəyirəm? Əgər ona qalsa, elə dünən mənim yanıma rayondan bir göndəriş gəlmişdi. Diaqnoz vurulmuşdu dalaq xəstəlikləri. Dalaq xəstəlikləri yazılanda mən axtardım dalağı insanda. Tapmadım. Məlum oldu ki, xəstənin dalağı neçə il bundan qabaq, 10 neçə il bundan qabaq travma nəticəsində dalağı qanaxmadan çıxardıblar. İndi mənə sual verirəm. Çıxmış orqanın xəstəliyi necə ola bilər? Əgər insanın bədənində dalaq yoxdursa, onun xəstəliyi necə ola bilər? Yəni, bunu deməkdə səbəbi nədir? Yəni, belə şeylər olur. Amma mən durum onu sosial şəbəkədə tıklayım, qoyum, işarəliyim, danışım, bu mənə yaraşmaz. Birincisi. İkincisi, görünür qəşəng yaşıllıqdır. Amma küləkləyir bir balaca. Küləkdir hava. Adam biraz üşüyür. Birincisi. İkincisi, hələ bilmək olmaz. İnsaf məndə çoxdur. Yoxsa onu yazan həkimdə. Çünki həyat tamam başqa şeyləri görsədir bəzən. Üçüncüsü, heç də rayon həkimləri şəhər həkimlərindən savadsız deyil. Niyə? Çünki səbəbini izah edeyim sizə. Rayonda işləmək daha çətindir. Çünki orada insanlar azdır və demək olar ki, bütün insan sıxlığı səni tanıyır. Və sən orada artıq səhv eləyə bilmirsən. Sənin bir xırda səhvin böyük narazılığa yaratsa əgər, sənin yanına təzədən xəstə gəlməyəcək. Əgər sən rayonda işləyirsən və uzun müddət işləyirsənsə, deməli, sən az-çox o rayonun hörmətini qazana bilmirsən. Və eyni zamanda da birdən görürsünüz, xəstələr gəlir, deyirlər ki, ay doktor, bizim rayonda həkim yoxdur, ona görə gəlmişəm Bakıya. Mən o dəqiqə o insanın ağzından vururam. Deyirəm, birincisi sizin rayon həkimi də bizim kimi institut qutarıb. Yəni o təsadüfən rayonda gedib o həkim stolunda oturmayıb. O da bizim kimi instituta gedib gəlir, institut təhsili alıb, həkim olub, həkim diplomu alıb ki, gəlib sizdə həkim işləyir. Əgər biz eyni institut qutarmışıqsa, deməli eyni həkimik. İndi sənin kimdənsə xoşun gəlməyə bilər, amma rayon həkimlərini aşağılamaq heç düzgün deyil. Yeri gəlmişkən mən elə bir xəstəxanada işləyirəm ki, biz rayon həkimləri ilə çox təmasda oluruq. Nə mənada? Yəni onlar bizə çox xəstə göndərirlər. Mən əgər belə qüsurlar tutsaydım, indi bəlkə də 100-lərə çatardı. Amma mən heç vaxt onu eləməmişəm. Ona görə ki, birinci həkim etikası var. İkincisi də bayaq dediyim kimi, rayondakı həkim də bizim kimi həkimdir. Və hər bir insanın səhvi olduğu kimi, həkimin də səhvi ola bilər. Şəhər həkiminin də səhvi ola bilər. Rayon həkiminin də səhvi ola bilər. Ona görə də bunu heç qəbul eləmirəm. İkinci nəyi demək istəyirəm? Bir balaca bu mövzu mənə dəyib, nə mənada dəyib? Yəni, cavan həkimlərin və yaxud xaricdə oxuyub gəlmiş həkimlərin Azərbaycanda
və yaxud rayonda işləyən həkimləri aşağılamağı bir balaca düzgün hərəkət deyil. Ne üçünsə xaricdə, Allah canınızı sağ eləsin, xaricdə təhsil almışsınız, Allah imkanınızı artıq eləsin. Çünki xaricdə təhsil almaq müəyyən qədər məbləğ pul tələb eləyir. Hər bir ailənin imkanı yoxdur uşağını xaricə göndərib oxutmağa. Amma o demək deyil ki, əgər onun övladı xaricə getməyib, orada təhsil almayıbsa, deməli savadsız həkim olacaq. Yalan sözdür. Azərbaycanda bizlərə dərs deyənlər hələ sizin öz bəyəndiyiniz Rəşid müəllimlərdir. Rəşid müəllimi tanıyırsınızsa, hamınız sevirsiniz, yaxşı həkimdir, gözəl insandır. Bizə Rəşid müəllimlər dərs deyir. Rəşid müəllimi sevirsiniz, yaxşı həkimdir, yaxşı insandır. Amma onun yetirmələri savadsızdır, pisdir, o düzgün deyil. Şəxsən mən onu bir dəfə öz müəllimimdən soruşdum, heç yadımdan çıxmaz, ginekologiya müəllimimdən. Dedim ki, mənə maraqlı gəlir, siz necə hamıya öyrədirsiniz, eyni cür hamı tələbələrinizlə individual məşğul olursunuz. Nə yaxşı, necə ola bilər? Niyə görə? Çünki həkim elə müəllimi idi ki, hər bir xəstəyə, ginekolog, özü əlcək giyinib baxdığı kimi, mənə də məcbur edirdi, əlcək bir fikir söylüyordum. Sonra düşürdü xəstənin yanına və səni də götürürdü. O vaxt UZI aparatları çox az idi. Bütün xəstəxanaya bir dənə UZI aparatı var idi. O da başqa korpusda yerləşirdi. Ay Allah, günəş nə qəşəng parıldayır. O hər xəstə üçün düşürdü. Birinci korpusdan ikinci korpusa UZI-yə gedirdi xəstənin yanında. Eynən də məni aparırdı və xəstəyə UZI-də baxırdı, özü baxmırdı, UZI həkim baxırdı. O da ona göstərirdi ki, haraya bax, necə bax, orada nə var, burada nə var. Hamısını dəqiqləşdirirdi və bizə də, mənə şəxsən, mənim müəllimim idi və mənə də şəxsən izah edirdi ki, bax, gör, əlinlə baxdığın şey UZI-də necə görsənə bilər. Axırda diaqnozumuz düzdür, səhvdir, onu müzakirə edirdi. Yəni, individual məşğul olurdu. Azərbaycan müəllimləridir bunlar. Və ondan sonra da özü yeri gəlmişdən heç də belə sadə bir ailənin qızı deyildi. Yəni, çox imkanlı bir ailənin qızı idi. Amma ki, xəstəyə necə individual yanaşırdı. Və eyni zamanda da o cür öyrədirdi. Axır bir dəfə dözə bilmədim, soruşdum. Dedim ki, bir sual vermək istəyirəm. Siz nə yaxşı belə öyrədirsiniz bütün uşaqları? Eyni cürdə məni, hər bir xəstəyə mənə baxdırırsınız, diaqnozunu soruşursunuz, müzakirə edirsiniz, hər xəstəni. Nə yaxşı siz belə öyrədirsiniz və sizdə qısqanclıq hissi yoxdur ki, kimsə sizin kimi bilər, öyrənər. Dedim, mən həyatda bunu başa düşmüşəm ki, mən yüzlərlə, minlərlə tələbə öyrətmişəm. Ancaq onun ya 3-ü, ya 5-i mənim dediklərimi, mənim öyrətdiklərimi işlədə bilib. Yəni, hər bir insanın qavraması eyni deyil. Yəni, onu demək istəyirəm ki, harada təhsil almağından çox insanın qavrama qabiliyyəti olmalıdır, əzizlərim. Yaman küləkdir bura. Çox pis külək. Çox pis külək. Maşınlar da bir yandan. Gündəlik buranı çəkəcəm, görüm. Bir nəticə çıxacaq. Ay Allah, saat maşını vuracaq mənə. Gündəlik çəkəcəm bu yolu ki, görəsiniz, bax bu yoldan, bax kalyaska ilə uşaq gedir. Bax bir dənə baxın.
dəhşət bir faciədir. Bu evlər arası yol, mərkəzi yol o tərəfdən istiqamət səhv olunur deyə hamı bu daxili yolla küçədən keçən maşınlar bu həyətlərin içindən keçib getməli olurlar və burada belə bir problem yaşanır. Tbilisi prospektinə çıxışdır və eyni zamanda da Avropa otelinin yanıdır. Şimdi göstərəcəm, biləsiz. Baba, bu yolla tələbələr, uşaqlar, körpələr necə getsin? Burada yaşayan insanlar. Göstərim sizə hava. Baxın, maşınlar belə durur sırayla və çıxmaq istəyir. Bu da Avropa oteli. Nə var? Bu qarajlar, dükan olur və eyni zamanda da mərkəzi yolda istiqamətlər düzgün qoyulmayıb deyə burada bu problem yaşanır. Bu artıq 4-cü ildir ya 5-ci ildir. Özüm mən sosial şəbəkədə bunu çox paylaşıram, amma heç kəsin vecinə deyilməsə. Mən bilirdim, mənim və səhifəmə çox baxanlar var. Amma niçinsə bu temaya dəymirlər. Burada nəsə nüfuzlu insanlar var deyəsən, kimin işine karışmak olmaz. Bax demək istədiyim bu. Əziz kollegalarımız, hamınızı sevirik, hamınızı öpürük. Allah işinizi avan eləsin. Oxuyub gəlmiş tələbələrimiz, yaxşı həkim olun, savaqda həkim olun. Amma özünüzə xayp yığmaq üçün, özünüzə xəstə yığmaq üçün başqa həkimləri, əsasən də rayon həkimlərin aşağılamayın. Rayonda həkim işləmək çox çətindir. Onlar o hörməti illərlə qazanıblar. Və əgər sizdə nəsə bir sözünüz varsa, götürün reseptdə telefon nömrəsini. Zəng eləyib həkimin özü ilə danışın ki, ay doktor, belədir. Onu sosial şəbəkədə paylaşmaq nə dərəcədə düzgündür. Bax, burada biraz güneş çoxaldı. Bax belə. Yəni demək istəyirəm ki, mənim də sosial şəbəkəm var, izləyicilərim var. Mən bu izləyiciləri nə heç kəsi aşağılamaqla yığmamışam. Nə heç kəsi, necə deyərlər, bagaja qoymaqla yığmamışam. Mən bu izləyiciləri öz səmimiyyətimlə yığmışam. Nə varam, oyam. Necə qəbul edirsiniz, elə də qəbul edin. Hamınızı sevirəm. Razı deyilsiniz məndən, fikirlərimlə. Düz keçin, gedin. Yox, razısınızsa mənimlə olun. Öpürəm hamınızı, özünüzdən müğayət olun.